Günümüzdə uşaqların tərbiyəsi əvvəlki zamaniyə baxanda çox çətinləşir. Bunu biz öncəki çıxışlarımızda da dəfələrlə danışmışıq. Əvvəl uşaq valideynin görürdü, dostların görürdü, bir də məktəbi görürdü. İdmana gedir, Sızaqbaşı idman zalını görürdü. Hətta bəzi valideynlər olur ki, uşağında belə deyək, idmançı potensialı olmağına baxmayaraq idmana qoymur ki, birdən gedər, orada başqa uşaqlara qoşular, nəzarətdən çıxar falan. Amma bu günləri belə deyək ki, deyir ki, kaş ki, hələ uşaqların mühiti bununla məhdudlaşardı. Bu günlər artıq internetə çıxış var. Yəni, uşaq artıq ümumiyyətlə valideynin tərbiyəsində deyil, illa ki 5%, 10%. Əgər o 5%, 10% əgər valideyn zəhmət qoyursa, valideyn uşağı ilə ilgilənirsə, onun tərbiyəsi ilə məşğul olursa, illa ki uşağın əlində telefon var, uşaq ümumiyyətlə hardan qaynaqlanır bilmirsən. Adi məsələn, oyunlar adı ilə uşaq girir telefona, həmin oyunların içində bütpərəstlik təbliğ olunur. Hətta oyunların içində. Həmin oyunların içində aqressiya təbliğ olunur. Həmin oyunların içində pozğunçuluq təbliğ olunur. Həmin oyunların içində qumarbazlıq təbliğ olunur. Həmin oyunların içində intihar təbliğ olunur. Bunlar hamısı aşkarlanmış faktlardır. Yəni. Ona görə valideynlərin məsuliyyəti o qədər böyük olmalıdır. Birinci bilməlidirlər ki, bu uşaqlar bizim deyil. Əgər Allah bunu bizə verəcəksə, necə ki, yoxdan bunu bizə vermişdi və təkrar buna bizə verməyini istəyirik. Necə ki, Yusuf Peyğəmbər atasından getdi, təzədən onu Allah da ikinci dəfə verdi. Bu günlər bizim uşaqlarımızın tərbiyəsi elədir. Uşaqlarımız gəldi dünyaya bizim evladımız olaraq. Amma bu günləri tərbiyəsi olaraq bizim əlimizdə. Sadəcə Allahdan istəyir ki, Allah onları qorusun. Allah onları İslam tərbiyəsi, gecə-gündüz namazlarımızda, dualarımızda və həmçində çalışaraq səbəbləri götürərək də, güclü səbəbləri götürərək də onları qorumağa çalışmalıyıq. Bu günləri hansı, məsələn, əsas aktiv, məsələn, belə deyək də, sosial şəbəkə olaraq Instagramdır, TikTokdur və yaxud da YouTubedur. Açırsan, hər kəs danışır. Hər kəs. Çox-çox üzr istəyirəm, belə bir ifadə var. Yəni, əvvəllər ayaq yollarında görürdünüz, yəni səfih insanlar götürürdü, girir ayağını ictimai yerdə görürsə, nəsə yazıblar. Bu günləri sosial şəbəkə bu gündədir. Hər ağıllı işləyən, işləməyən girir orada nəsə danışır. Adam baxırsan, bunun işi yoxdur, gücü yoxdur, bunun ailəsi yoxdur, bunun bir, belə deyək də, bir ehtiyacları yoxdurmu? Yəni, bu səhərdən axşama qədər canlı açır, danışır orada. Səfih, necə Peyğəmbər sallallahu əleyhi və səlləm deyir, vaxt gələcək deyir, səfih insanlar olacaq, insanların böyük məsələləri barədə danışacaq. Və ona da kütlə qoşulub. Hə, uşaq da baxır və yaxud da ümumiyyətlə, yəni belə deyək də, əxlaq normaların tamamilə aşmış, eyni cinsel ilişkilərlə məşğul olan adamlar bu günləri sosial şəbəkələrdə səhərdən axşama qədər canlılar açırlar. Uşaq da bu günlər bizim evladlarımız, belə deyək də, belə şeylər bilmirlər nədir ümumiyyətlə. İndi birdən-birə gözləri açılır, görür. Hər şey görürlər. Heç saf-sürüy də eləyə bilmirlər. İndi biz belə deyək, bizim indi biraz belə deyək də, yəni ki, çöldə barədə olan vaxtlarımız olub, biz şeyləri görmüşük, bu günlərdə saf-sürüy eləyə bilirik. Bizim uşaqlar ümumiyyətlə safda ağ kağızdır. Onlar nə görür? Hopur olaraq. Və bəzi şeylər var ki, ümumiyyətlə onu hiyləgərcəsinə təbliğ eləyirlər. Zaten bizim uşaqlarımız onu anlamır. Hələ İslamın özün, məsələn, Qərb necə təbliğ eləyir? Qərb İslamın özün, istər kinolarda olsun, istərsə verilişlərdə olsun. Belə deyək, İslamı vəhşilik dini kimi, İslamı belə deyək də, negativ bir çərçivədə geri qalmış və s. bu kimi təbliğ eləyirlər. O da artıq istər-istəməz uşaq şuuraltı da olsa, onda simpatiya yaranır ki, yəni uşaq deyir ki, yəni bu dindirsə, bu mənə lazım deyil. İndiyə qədər görüb, eşidib. Necə ki, biz məsələn, xurafatları görmüşdük, sonra həqiqətləri gördük, gözümüz açıldı. Allah qorusun, uşaqlarımız onun əksi ola bilər. Və din zəifləyəndə, din zəifləyəndə, təbliğat zəifləyəndə, maariflənmə zəifləyəndə uşaq asanlıqla, belə deyək, həmin o qərbin tələsinə düşə bilər. Ona görə ciddi olmaq lazımdır uşaqlar barədə. Elə də Allah cəmi bütün müsəlmanların övladlarını qorusun.